milli hərəkət ya milli demokratik hərəkət. Yəni İranda Türk xalqının mənafe və çıxarlarının arxasında getmək. Yəni bir toplumun mənfəətini axtarmaq. Həqiqət budur ki, İran yəni neçə milliyyətli bir ölkə, multietnik və ya kəsir milli bir ölkə olaraq o daxili istimar siyasətinə baxdığımızda, yəni nabərabər siyasətin gedişatı, yəni təbiz, ayrıseçilik İran siyasətində xalqlara qarşı gedir, xalqların öz haqqından müdafiə etməsi dəqiqən o siyasətin, yəni o istimar daxili siyasətinin qarşısında İranı demokratizasyona tərəf götürür. Yəni başqa cümlə ilə İranda xalqlar öz haqlarını əldə etmək üçün mücadilə və mübarizə etdiklərində İranın demokratizasyonuna tərəf götürürlər. Yəni İran nə zaman demokratikləşəcək? O zaman ki bu xalqlar İranda bərabər haqq sahibi olsunlar və insan haqları bəyannaməsinə dayanaraq, mənşur cahani hüquq bəşərə dayanaraq insanın dəyəri İranda bərabər olsun. Yəni bu farsıdır, bu türkdür, bu kürdür, bu ərəbdir. Qanunda, hüquqda və kültürdə təbiz aradan götürülənsin və insan bərabər dəyərlə ölkədə yaşasın. Bu bərabər dəyərlə ölkədə yaşamaq öz-özünə əldə olunmaz. Multietnik bir İran kimi ölkədə xalqların bərabərliyə verdiyi mücadilə və mübarizənin nəticəsində bu iş əməl ola bilər. Biz Türkük, Azərbaycanlıyıq, bölgəmizi tanıyırıq, millətimizi daha yaxşı tanıyırıq və buna hissimiz var bu millətə və bu vətənə. Ona görə daha motivasyonumuz, əngizəmiz mübarizə üçün bu yolda güclüdür. Necə ki, ərəblər Əhvazda bu əngizə və ya motivasyona sahibdirlər və ya Kürdlər Kürdistanda və ya Bəluçlar Bəluçistanda və ya Farslar Farsistanda bu motivasyona ya əngizəyə dayanaraq öz bölgələrin yaxşılaşmasına çalışırlar. Bir daha bir misal vurmağım önəmlidir. Sueddə ya İsveçdə Stockholm şəhərində bir partiya var, Stockholm partiyası. Bir daha da mesela Gothenburg'da var. Yani inanıram ki başka şehirlerde de bu var. Bu Sued memleketinde %80'i etnik cəhətindən İsveçlidirlər. Yani o partiyanı vuranlar, Stockholm partiya ya Gothenburg partiyası, əngizə və motivasyon nədir o partida? Deyir ki, mən öz bölgəmi və ya öz şəhrimi yaxşılaşdırmaq üçün mücadilə edirəm. Bizim mücadiləmiz dəqiqən bu mücadilədir, bu mübarizədir. Yəni hər kəs öz şəhrin, öz bölgəsin, əyalətin yaxşılaşması üçün özünü organizə edir. Bu vasitə ilə həm ədalət cari olur, hər xalq öz bölgəsində bölgəsinin yaxşılaşması üçün mübarizə edir və genəldə əgər sizə baxırsınız, genəldə İranın hər yerində hər kəs öz məntəqəsinin yaxşılaşmasına çalışır və təbiətən yəni bu nə olur nəticəsi? Ümumiyyətlə ölkənin yaxşılaşmasına gedir. Eyni halda bərabərlik və ədalət təmin olur. Yəni bölgələr bərabər və adilanə haqq sahibi olurlar və insanlar bərabər dəyər və ərziş tapırlar. Bizim mücadiləmiz bundan ibarətdir. Və bu mücadilənin nəticəsində İranda bir federal cumhuriyyətin, əlbəttə sekulər və parlamentaristik cumhuriyyətin qurulmasını bu ədalətə, yəni bərabərliyə xalqlar arası, eyni halda insanın bərabər dəyərin və ərzişini təsbit etmək üçün bu nizam-ı siyasini münasib bilirik. Yəni bu bizim mücadiləmizdən ibarətdir. Amma biz yavaş-yavaş irəlilədikcə daha çox yeniləşmə, modernləşmə, müasirləşmə, qadıncıllaşdırma və yetirir ki, biz yəni siyasətimizdə əgərsə xalqımızı cəlb etməyə təşəbbüs edirik, o xalqın cəlb etməsi üçün uyğun da siyasətlər, uyğun dil, uyğun strateji və uyğun ədəbiyyat götürməyimiz lazımdır. Ən məxsus bu faktora hər zatdan çox əhəmiyyət verirəm ki,
Onlar ki bizim cəmiyyətimiz içində milli oyanışa sahib olublar. Yəni bu hissi tapıblar ki, Azərbaycandan və Türk xalqının haqlarından İranda tələbi üçün mübarizə eləməlidirlər. Amma milyonlar insan, ələlxüsus türklərin içində ciddicə bir assimilasyon siyasətinə məruz qalıblar. Yəni öz hüviyyətlərindən biganə olublar və ya onları öz hüviyyətlərindən biganə eləməyə ciddicə çalışılıbdır. Və mən danışıqlarımın birində assimilasyon məsələsi xalqımızca onu biraz səbəblərini orada biraz araşdırmışam. Amma əsas məsələ budur. Əgər bizim xalqımızın durumunda bu assimilasyon ciddicə təsir edibdir və biz bilirik ki, öz cəmiyyətimizin içində o kəsim, o asimilə, yarım asimilə, bir də naagahlar da, yəni hamma asimilə deyir. Ümumiyyətlə əksəriyyət naagahdır. Bir seri asimilə olublar, onlar ki olublar, gedib onlar heç. Amma onlar ki yarım asimilə və naagah kəsimdəki milyonlar insanı təşkil edir və əksəriyyət bu cəmiyyət təşkil edir, yəni türk insanını təşkil edir. Onların cəlbi üçün bizim siyasətimizdə assimilasyonu sındıran bir siyasət götürməyimiz lazımdır. Çağdaş dil, müasir dil, modern dil və düşüncəyə daşımamız lazımdır və o dil və düşüncə ilə xalqla irtibata geçməyimiz lazımdır. Yəni, məncə, nə qədər bizdə nasyonalizmin rəngi çoxalırsa, o kəsimi qazanmağa şansımızı əldən veririk. Nə qədər bizim söyləmlərimizdə, qoftumanlarımızda o nasyonalizmi zəifləyirsə, yarım asimilə və naagah kəsimi türk xalqının içində onu cəzb etməyə şansımız yüksəlir. Geniş bir kəsimdir. Mənim sözüm budur. Əgər bu kəsim, naagah və yarım asimilə kəsim, mərkəz düşüncəsindən bu kəsim, bu insanlar qopmasa və bir müstəqil zehniyyətə siyasi sahədə sahib olmasa, İranın gələcəyində demokrasi qurulması hətta deyərəm mümkünat içində deyildir. Bizim siyasətimiz o milyonlar türk insanı ki yarım asimilə və naagahdılar, onları mərkəzçi düşüncədən qopartma və müstəqil bir siyasi zehniyyətə sahib etmədir. Burada mürəkkəblik var əlbəttə. Amma genəldə əgərsə biz bunu dəqiq düşünə bilirsək, onda dilimizdə, düşüncə şivəmizdə və siyasət qoyduğumuzda bir siyasət götürməliyik ki, o kəsimi cəlb etsin. Azərbaycan təşkilatları içində nasyonalisti ideolojilər filan çoxdurlar da, çoxdur, nə qədər sən onu var. Əgərsə həqiqətən bizim cəmaətimizin içində nasyonalizmə bir təmayül varsa, gedəl o təşkilatlara. Onu gələcəkdə görəcəyik ki, hangi siyasət türk insanını İranda cəzb edə bilər, ya Güney Azərbaycanda? Hangi düşüncə əcəba nasyonalizmə dayanmaq daha çox güc qazandırır siyasi təşkilata, ya yox, modernizmə dayandırma güc qazandırır? Mən zehnim budur ki, bizim təşkilatımızın modernizmə dayandıqca daha çox güc qazanır. Mümkün biraz zəhmət ona, biraz uzun zaman sürə. Amma bunun sonucu nəticəsi vardır. Mən belə düşünürəm ki, nədən ötürü mücadilə edilir? Bunu da düşünməyimiz lazımdır. Və sonra hangi siyasət bizi uğur qazandıra bilər? Nasyonalizm ideolojisine dayanmaq ya modernizm? Ki orada demokratizm məsələsi var, orada qadın məsələsi var, orada çevrə məsələsi var, orada demokrasi məsələsi var və mən fikrimi sözümü demiş oldum. Çox sağ olun.